Salam, bizə məlumat verilib ki, quru termometrlərin göstərişləri eynidir. Əgər quru termometrlərin göstərişləri eynidirsə, indi gəlin variantlara baxaq. Birinci sualda yaş termometrin göstərişi daha böyükdür. Yaş termometr harda daha böyük olar? Nisbi rütubətin böyük olduğu otaqda. Ona görə biri bura yazırıq. İkinci sualda yaş termometrin göstərişi daha kiçikdir. Nisbi rütubətin az olduğu otaqda. Bunu da bura yazdıq. 3də su buxarının təzyiqi daha böyük olar. Biz təzyiqi nisbi rütubətlə düz asılı götürəcəyik. Ona görə də harda nisbi rütubət böyükdürsə, ikinci otaqda nisbi rütubət daha böyük olduğu üçün təzyiq də böyük olmuş olacaq. Birinci otaqda nisbi rütubət az olduğu üçün həmin otaqdakı təzyiq də daha kiçik olacaq. Bu dördü də bura yazdıq. İndi gəlirəm nəyə? Buxarın doyan ya doymayan olduğuna. Buxar nə zaman doyan halda olur? 100% olanda nisbi rütubət. Hələ ki heç biri 100% olmadığına görə hər ikisi doymayan haldadır. Ona görə 5-i hər ikisinə atırıq.